Qızlar, tavada ballı tort hazırlamışsınız. 3 qaşıq mürəbbə suyu və 3 qaşıq qatıqla hazırlayırıq. Qaba 100 qram çörək yağı və 3 qaşıq mürəbbə suyu əlavə edirik. Əridikdən sonra 2 qaşıq soda əlavə edib köpürənə qədər qarışdırırıq. Sonra isə 3 ədəd yumurta, 1 stəkan şəkər tozu qarışdırıb əritdiyimiz yağı əlavə edirik. Daha sonra isə 3 qaşıq qatıq əlavə edib qarışdırırıq. Sonra isə 4 stəkan un əlavə edib əlimizlə yoğururuq. Və qızlar 12 bərabər kündəyə ayırırıq. Sonra isə kündələrin üstünü streslə örtüb 15 dəqiqə gözlədirik. Kremi üçün 1 stəkan yarım pəzox, 4 yemək qaşığı qarğıdalı nişastası, 2 ədəd yumurta, 1 paket vanil və 4 stəkan süd əlavə edib qatlaşana qədər qarışdırırıq. Qızlar, kremini bişirərkən dayanmadan qarışdırın ki, dibi tutmasın. Üzərinə 100 qram çörək yağı əlavə edib soyuducuya göndərin. Və kündələrə standart formada açıb forma verib mən tavada bişirdim. İstəsəz sobada bişirə bilərsiniz. Mən maksimum 1 dəqiqədə bişirdim. Və qızlar, fətirlər hazırdır. Fətirlər soyuyandan sonra kremləyə bilərsiniz. Mən üzərinin bəzəyi üçün glazurdan istifadə elədim qızlar və qıraqlarına isə fətirlərin qalıqlarını rəndədən keçib bəzədim. Bu reseptlə hazırlarsanız pambıq kimi yumşaq ballı tort əldə edəcəksiniz. İndidən hazırlayan hər kəsə nuş olsun.